Qardaşlar, dünyada bəlaya duçar olmaq istəmirsinizsə, qəbirdə bəlaya duçar olmaq istəmirsinizsə, axirətdə bəlaya duçar olmaq istəmirsinizsə, o qeyd etdiyim 6 şey var ha. Tövbə, istiğfar, salih əməllər, müsəlmanlara bağışlama diləmək, müsəlmanlara hədiyyə etmək və s. və s. Bunları çox edin. Çox edin ki, günahınız qalmasın. Günahınız qalsa mütləq ya bu dünya, ya bərzəx, ya axirət Allah onun əvəzini verəcək. Yaxşı bir əməl etmisənsə miskal qədər onun əvəzini görəcəksən. Pis bir əməl etmisənsə miskal qədər vallahi billahi onun əvəzini görəcəksən. Allah Quran-ı Kərimdə buyurur ki, biz hər şeyi sayıb mubin olan kitabda yazırıq, qeyd edirik. Mubin olan kitabda. Siz unutsanız belə, Allah unutmur. Sən günahlarını unutsan belə, Allah sənin günahlarını, xətalarını, təqsirlərini və s. etdiyin haqsızlıqları heç birini unutmur. Heç birini unutmur.